Artıq gedəcəyimiz ünvana hansı avtobus hərəkət edir? Həmin nəqliyyat vasitəsi neçə dəqiqəyə çatır? Onlayn qaydada öyrənə biləcəyik. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ilk dəfə olaraq Aynamaz tətbiqi istifadəyə verilib. Azərbaycan, ingilis və rus dillərində təqdim edilən tətbiq səmərəli səyahəti və vətəndaşlara nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirməyə görə nəzərə alınmış mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini vahid tətbiqdə birləşdirir. Bu rəqəmsal nəqliyyat platforması müxtəlif nəqliyyat növlərini avtobus, metro, dəmir yolu, skuter və velosipedləri vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasında ən uyğun marşrutu seçməyə imkan verir. Səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə şərait yaradır. Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları inteqrasiya edilib. Aynamazda nəqliyyat qrafiki və mövcud vasitələr barədə məlumatlar daim yenilənir. Səyahət planı bölməsindən A nöqtəsindən B nöqtəsinə qədər olan səyahəti tarix və zamanını seçərək planlaşdırmaq olur. Biz də proqramı yoxladıq. Həqiqətən də əraziyə yaxın ictimai nəqliyyatlar qeyd edilmişdi. Lakin marşrutun gəlməyi proqramda olduğu kimi təxmini 2 dəqiqəyə deyil, gecikməklə gəldi. Hazırda dayandığımız bu dayanacaqdan gedəcəyimiz ünvan kimi Neftçilər metro stansiyasını qeyd edirik. Proqramda müxtəlif nömrəli avtobuslar göstərilir və onlardan birini seçirik. Gördüyünüz kimi avtobusun bu ünvana nə qədər vaxta gələcəyi əks olunur. Apardığımız müşahidələr əsasında gördük ki, həmin avtobus 16 dəqiqə gecikməklə bu ünvana çatdı. Bununla bağlı bildirildi ki, proqramın üzərində iş aparılır və problem olsa həllini tapacaq. Fidan Əsədli, Aydın Bayramov, Xəzər xəbər.